27-si 28-ci aprel 2001-ci ildə Azərbaycanın görkəmli oğlu Cüdo güləşinin Azərbaycanda birinci fanilərindən olan Respublikanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Rauf müəllim Şəfiyevin xatirəsinə əsr edilmiş 13-14 yaşlı uşaqlar haqqında turnir keçirilir. Bu yarış Dinamo İdman Sarayında keçirilir və iştirakçıların sayına görə çox möhtəşəm bir yarış alınıb. Çünki yarışların iştirakçıları 250-yə yaxındır. Coğrafiyaya görə Qubadan tutmuş, dışarıdan tutmuş Lənkərana qədər, Gəncədən, Sumqayıtdan və beləliklə 16-17 rayon iştirak eləmişdir. Onun tələbələrindən biri hal-hazırda Dağıstanda cüdo müəllimi olduğuna görə o da Dağıstan komandası gətirmişdir və beləliklə azacıq da olsa bu yarışın Respublika yox, beynəlxalq yarış kimi yarışa addım kimi bir addımdır. Hal-hazırda demək, Rauf müəllimin özü injiner olmasına baxmayaraq 1962-ci ildə Bakı Dənizçilik Məktəbinin balaca bir zalında sambo güləşini əvvəlcə kursantlara öyrətmiş. Mən də onların içində olmaq şərtində 63-cü ildə mən məşq eləmişəm onda. Və beləliklə sonralar Vodnik cəmiyyətində böyük bir zalda Rauf müəllim həm injiner işləyirdi, tam ixtisas üzrə, həm də işindən sonra gəlib bizi orada demək məşq aparırdı və beləliklə onun tələbələri böyük nailiyyətlə qazanmışdır. Demək olar ki, cüdo güləşi SSR miqyasında icazə veriləndən sonra bu əhatə edilmiş 1972-ci illəri ilk dəfə olaraq Azərbaycanda idman ustası normasını dolduran Rauf müəllim tələbəsi Sahib İsmailov və onun qardaşı ilk dəfə olaraq SSR çempion olmuşdur. Ondan sonraki illərdə yenə də Rauf müəllimin tələbələri Sergey Sliznyov, Sushkov, Marif Həsənov, Karlamov, Cəmiyev rəhmətlik və başqaları böyük nəticələr göstərmiş, beynəlxalq turnirlərin iştirakı qalibləri olmuşlar. Bununla o özünün demək olar ki, tələbələrinin qəlbində yaşatmış və bunun da təzahürü odur ki, tələbələri ailəsi yığılaraq və bunun böyük bir yad eləmək üçün belə bir turnir keçirməyə nəzər almışdır və gördüyü kimi turnir də çox yaxşı keçir. Gələcəkdə Allah qoysa 13-14 yaşlı cüdoistlər arasında bu yarışı beynəlxalq səviyyəyə çatdırmaq bizim fikrimiz var. Çünki Rauf müəllimi beynəlxalq aləmdə çox yaxşı tanıyırdılar. O beynəlxalq dərəcələri hakim ekstra klas idi. Bütün dünya, Avropa beynəlxalq yarışlarının həmişə hakimi olmuşdur. Şef gel, bir tane güreşi finala çıktı. Son finala çıktı. Son finala çıktı. Может, ты не в курсе, там что-то... Пока вот Burada göster. А вот этот карман... Бура, да, Бура? Нет, вот этот карман у меня получается. Открой, вот здесь вот открыть. Это не...
Dayım yapacağım böyle. Yeni gidiyor bak şuraya. Güzel sefer yapmışsın bana onu. Bana beni götür kafanıma kadar oldu. Ben de merak görende kapım. Demeşlerim ha. Ne kadar akşam oldu.